Qiyamət gününün adlarından biri, hamınız yəqin bilirsiniz, yevmul hesabdır, hesab, yevmul hesab. Yəni hesab günü. Qiyamət günü hesab günü adlanır. Yəni hamımız bunu bilirik ki, qiyamət günü haqq hesaba çəkiləcək. Burada bir neçə sual yaranır. O suallardan biri budur ki, niyə Allah dünyada əvəz vermir, ora saxlayır? Elə dünyada nağd versin. Axı nisyə ticarəti o da adamlar eləyir ki, pulu yoxdur, nisyə eləyir. Allahın ki, xəzinələri sonsuzdur. Niyə nağd dünyada eləmir, saxlayır o tərəfə? Elə mükafatı dünyada versin. Bunun cavabı sadədir. Cavab budur ki, cavab nədir? Cavab budur ki, əməllərimiz üçün mükafat olmağa dünyanın ləyaqəti yoxdur. Yəni dünyada elə bir qarşılıq yoxdur ki, bizim əməlimizin əvəzi olsun. Bu dünyanın bizim elədiyimiz əməllərin qarşılığı olmağa ləyaqəti yoxdur. Bütün dünyanı bizə verələr. Məsələn, bu hadisəni keçmişdə sizə danışmışam. Həzrəti Süleyman əleyhissalam. Da onu Quranda Allah deyib ki, elə bir sərvət, var dövlət, mülk vermişdim Süleymana ki, özü dua eləyib ki, nə məndən əvvəl, nə sonra heç kəsə verməmsən. Yəni Süleyman əleyhissalam hətta başqa aləmlərə də hökmdar idi. Yəni onun bütün aləmlərə hökmdar idi. Bu dünyada mövcud olan aləmlərə hakim idi. O qədər var dövləti, sərvəti var idi, peyğəmbər idi həm də. O başqa məsələdir ki, nə qədər ondan özünə götürürdü, nə qədər başqalarına. Dinlər arpa çörəyi yiyib, oruç tutub iftara arpa çörəyi elirdi, evində qazanlar qaynayırdı. Yüzlərlə insan gəlib gündə nahar elirdi, süfrələri hamının üzünə açıq idi. Amma sərvəti çox idi. Bir gün gedir, keçir yollardan biri ilə, o da keçəndə vəzir, vəkil yanında ordusu, qoşunu böyük səltənətlə keçir. Bir kəndçi də yerdə neysə işlə, əkin biçinlə məşğuldur. Baxır Süleyman əleyhissalam o cür təmtəraqla görür. Adam təəccüb eləyəndə deyər də Subhanallah. Belə bir təəccüb üçün deyir. Deyir Subhanallah, Allah Süleymana nə böyük mülk verib. Bu sözü deyir Süleyman əleyhissalam saxlayır, dayanır, düşür gəlir o kəndlinin yanına. Baxır ona deyir, təəccübdən dediyim bu Subhanallahın qiyməti Süleymanın bütün mülkündən artıqdır. Təəccübdən bir dənə Subhanallah demisən. Bir gün dünyadan köçəcək dediyimiz Subhanallahın qarşılığı veriləndə, elədiyimiz səcdənin, namazın, ibadətin əvəzi veriləndə görəcək ki, dünyanın hamısından böyüdür. Dünya çox kiçiymiş. Dünyada bu ləyaqət yoxdur, namazın əvəzi olsun, orucun əvəzi olsun. Orucun əvəzində dünya hökmranlığını adama versələr, bir Subhanallahın əvəzinə dəyməz. Yəni dünyanın o qədər dəyəri yoxdur ki, Subhanallaha qiymət olsun, onun muzda olsun. Ona görə Allah ora saxlayıb ki, cəza da belədir. Dünyanın cəzası ən ağır işgəncəsini Yezid kimi bir insana verəsən cəzasıdır. Bu cəza deyil. O çox yüngül bir şeydir. Gərək layiqli cəza və mükafat alsın insan, odur ki, qiyamətdə olacaq.